Bu günlerin Azərbaycan bayrağı ordenli şəhidimiz Marif Haqverdiyevin anım günüdür. Marif Haqverdiyev 1992-ci il Mart ayının 4-də şəhid olmuşdur. Bu Mart ayının 4-dən söhbət düşmüşkən onu qeyd edeyim ki, o zamanlar Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik leytenant Şirin Mirzəyev qazançı əməliyyatını həyata keçirdi. Bu qazançı əməliyyatı çox bir vacib bir əməliyyatdır. Belə ki, qazançı əməliyyatını həyata keçirməklə 2-ci Xocalı soyqırımının bir qarşısı alındı. Həmin zaman qazançı əməliyyatında Mariflə bərabər 8 nəfər şəhid olmuşdur. 11 nəfər isə yaralanmışdır. Bu şəhidlərimiz hərəsi başqa bir kəndlərdən olsalar da, ancaq bunların bir amalı var idi. Vətən torpağını qorumaq, onu azad görmək. Bu günlərində şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub və həmin şəhidlərimizin ruhu şaddır. Məqamları uca olsun şəhidlərimizin. Mən bir məsələni də qeyd edeyim ki, Marif Ağdam rayonunun Qiyası kəndindəndir. Qiyası kəndinin ümumilikdə Qarabağ müharibəsində mülki şəxslərlə bərabər 76 şəhidi var. Bu hərbi şəhidlərimizin içərisində 5 nəfəri ordenlə təltif olunmuşdur. Belə ki, Marif Haqverdiyev Azərbaycan bayrağı ordeni ilə, Cəbrail Cəbrailov Azərbaycan bayrağı ordeni ilə, Zakir Rüstəmov Azərbaycan bayrağı ordeni ilə, hər kəsin Qarabala ləqəbli tanıdığı Nazim Qəmbərov Azərbaycan bayrağı ordeni ilə və Sərvan Göyüşev Rəşadət ordeni ilə təltif olunmuşdur. Onu da diqqətinizə çatdırım ki, Sərvan Göyüşovun atası Mehman Göyüşov bizim qazi qardaşımızdır, həm də o şəhid qardaşıdır. Hörmətli izləyicilər, biz dəfələrlə demişik ki, bu kəndlərdən danışanda, yəni hər bir kəs öz kəndinin keçdiyi, bu Qarabağ müharibəsində keçdiyi yolu daha yaxşı bilir. Onların şəhidlərini daha yaxından tanıyır. Bizim də məqsədimiz budur ki, hər bir kəs öz kəndi haqqında, onların şəhidləri haqqında mütəmadi olaraq çəkilişlərdə və digər yerlərdə danışmağı, digər insanların daha dərindən informasiya alması deməkdir. Ağdam rayon Qiyası kəndində o ilk devirlərdən bu münaqişə başlayandan fəal oldular və bizim qonşu kəndlərimiz Xıdırlı, Seyidli kəndlərinin cəmaatı ilə Qiyası kəndinin cəmaatı demək olar ki, daimə bir yerdə olublar. Hətta o ordu quruculuğunda bir batalyon ətrafında birləşiblər. Və bununla mən Qiyası kəndindən olan o Qiyası rotası adı ilə danışılan və tanınan Qiyası rotası haqqında da bir neçə kəlmə demək istəyirəm. Bizlərin bildiyimiz o Ballıqaya Sırxavənd əməliyyatı olmuşdu 92-ci ilin iyun ayının 15-də. Həmən əməliyyatda Qiyası rotasından 18 nəfər şəhid olmuşdu. Bu 18 nəfərin 9-u təkcə Qiyası kəndindən idi. Onun bir nəfərini Vahid Zeynalovun nəşini o zamanlar gətirmək mümkün oldu, ancaq 8-nin xəbər yox idi. Çox şükürlər olsun, bu günlərin torpaqlarımız azad olunub. Həmin o zaman 8 nəfər itkin şəhidimizdən biri Rafiq Hüseynovun nəşinin qalıqları tapıldı və torpağa tapşırıldı. Mən bununla demək istəyirəm ki, bizim Azərbaycanın digər bölgələrindən də Qarabağa gəliblər, döyüşüblər, onlar şəhid olublar, əzalarını itiriblər. Ona görə də bizim bir vətənimiz var, bir torpağımız var, bir şəhidimiz var, bir qazimiz var. Biz sadəcə olaraq bir kəndin timsalında bütün kəndləri, bütün bölgələri biz sanki onların haqqında danışmış oluruq. Və bununla da biz bu tarixi məqamları, tarixi yaddaşları biz qeyd eləməliyik ki, istər bugünkü nəsil, istərsə də gələcək nəsil bunlardan xəbəri olmuş olsun. Hörmətli izləyicilər, qazançı əməliyyatından 34 il vaxt keçməsinə baxmayaraq,
Amma həmən o döyüşlərdə iştirak edenlər şəhidlərimizi, orada şəhid olanları heç zaman unutmayıblar. Həmən Qazancı əməliyyatı yaddaşlarda qalıbdır. Nəinki o şəhidlərimizi. Bu günlərin biz Maarifi burada ziyarət etməklə sanki o digər şəhidlərimizi də biz ziyarət etmiş olduq. Ümumilikdə götürəndə Azərbaycanın müstəqilliyi, onun ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məqamı uca olsun. Çünki Azərbaycanın bir şəhidi var, Azərbaycanın bir qazisi var, vətən bölünməz. Sadəcə olaraq biz həmişə demişik, yenə də deyirik, şəhidlərimizin ilində fərqi ola bilər. Digər onların başqa bir fərqi yoxdur. Onları da yaşatmaq bizim borcumuzdur. Belə ki, şəhidlərimizin fiziki cəhətdən imkanları yoxdur ki, onlar özləri haqqında danışsınlar. Bizim boynumuzun borcudur ki, biz onları həmişə yad edək və qəlbimizdə yaşadaq. Nətər ki, dövlət tərəfindən şəhidlərimizə diqqət, qayğı göstərilərək onların adları rəsmi olaraq əbədiləşdirilir. Biz də qəlbimizdə onları əbədi yaşatmalıyıq. Bu günlərin Maarifin qəbrini biz ziyarət edirik və onun həmkəndlisi Namiq Məmmədov da burada iştirak edir. Namiqlə Maarif belə deyək ki, Qiyası kəndində yoldaşlıq eləyiblər, dostluq eləyiblər və istərdim ki, elə Namiq qardaşım da o dostluq elədikləri, yoldaşlıq elədiyi illəri bir yada salsın və öz xatirələrini bizimlə bölüşsün. Rəhmətli Maarif qardaşımızla çox mehriban olmuşuq. O demək olar ki, yatacağımız başqa olur. Çox yerdə birlikdə olmuşuq. Hətta paltarımızı da bunun qardaşı vardı, Aydın. Bu Aydın bizim paltarımızı dəst tikirdi. İkimiz də eyni giyinirdik həmişə, xeyirdə, şərdə, gəzməkdə. Hara getsək bir gedirdik bundan. Bunun hətta 10 illik məktəbinin yanında tir dükkanı var idi. Orada onu bərpa elədik, orada atıcılıqla məşğul. Bu hətta siqareti belə vururdu. Tirlə siqareti belə vururdu. Ondan sonra da bu orduya qoşuldu. Orduda çox yüksək atıcılıqlarla məşğul oldu. Müvaffəqiyyətləri oldu. Yəni çox sərrast atıcı idi. Bu Qazanç əməliyyatında da artıq bunu itirdik. Allah o dünyasını versin. Məkanı cənnət olsun. Və Maarifin simasında bütün şəhidlərimiz Allah rəhmət eləsin. Allah o dünyalarını versin. Maarif seçilən bir qardaş idi. Yəni çox fərqli bir insan idi. Maarifi dillə demək, onu yaxından tanımayan adam Maarifin haqqında çox şey deyə bilməz. Amma mənim yaxın olduğuna görə Maarifin haqqında saydıqca qutarmaz Maarifin yaxşı hərəkətlərini. Çox gözəl, fərqli bir insan idi bu qardaş. Allah rəhmət eləsin. Allah o dünyasını versin. Amin. Sağ ol. Allah ziyarətini qəbul eləsin. Amin. Sağ ol. Sağ ol. Bugün onun şəhadət günüdür. Gəlmişik onu ziyarət etməyə. Allah rəhmət eləsin. Yerdə qalmalarına başsağlığı diləyirik. Namiq qardaşım, çox sağ ol. Təşəkkür edirik sənə. O şəhidimizin o illərinə qaytardın bizi, öz xatirələrini bölüşdün və orada bir maraqlı bir söz işlətdin ki, Maarif tamamilə bir başqa bir xarakterli bir yoldaşlığı vardı. Mən açığın deyim ki, bu şəhidlərlə bağlı olduğum tədbirlərdə bu məsələlərə yaxından yanaşmışam və doğrudan da baxırsan ki, bu şəhidlərimiz tamamilə bunlar bir başqa xarakterli olublar. Sanki bunlar seçilmişlər olublar. Günlərin biz görürük ki, Qiyası kənd sakinlərindən gələn var və Maarifin qəbrini ziyarət edirlər. Nəinki Qiyası kəndindən. Elə biz bilirik ki, digər buradan keçən insanlar kəndindən, elindən, obasından asılı olmayaraq şəhidlərimizi görəndə onlara öz ehtiramlarını bildirirlər, onları ziyarət edirlər. Bu ziyarətçilərimizdən də Qiyası kəndindən olan 2 nəfərimiz gəliblər. Maarifin düyünlərin o anım günündə elə onun qəbrini ziyarət edirlər. Allah bütün canlı şəhidlərimizin hamısına rəhmət eləsin. O cümlədən Maarif qardaşımız da qəhrəmancasına həlak olmuşdur Qazanç əməliyyatında. Bugünkü gündə bizim burada durmamızın əsas səbəbkarı bizim şəhidlərimizdir. Şəhidlərimiz bizim baş tacımızdır. Hər zaman, hər vaxt ürəyimizdədir, qəlbimizdədir. Heç vaxt da ürəyimizdən, qəlbimizdən silinməyəcək.
Allah cəm şəhidlərimizin hamısına dönə-dönə rəhmət eləsin, qəbirləri nurla dolsun. Bütün şəhidlərimizin məqamı uca olsun. Bugün də biz gəldik Qazancı əməliyyatında şəhid olmuş Maarifimizi, şəhidimiz Maarifi ziyarət etdik. Ümumilikdə götürəndə həmən Qazancı əməliyyatında sanki o şəhid olmuş 8 şəhidimizi biz ziyarət eləmiş olduq. Bütövlükdə bütün şəhidlərimizi ziyarət eləmiş olduq. Şəhidlərimizin məkanı cənnətdir, məqamları uca olsun. Amin inşallah. Bizim bir şüarımız var. Yaşadanlar yaşayacaq.